Ay aman, aman, aman bu lalənin əlindən. Yəni, pis çıxmasın. Biraz sözünü özünü bilməyən insanlardan, şərdən, böhtandan, hayasız insanlardan biraz uzaq durmaq lazımdır ki, mən bunu artıq özümə söz verdim ki, uzaq durum. Nə qədər çünki... Xalanız haqqında mı danışırsınız? Mən demişəm, sadəcə burada bir çox... Yox, sən heç də demə. Burada çox söhbətlər açıla bilərdi. Çox sözlər ola bilərdi. Çünki nalayiq sözlər işlənilib mənim haqqımda. Amma bir zəng hər şeyi mənim üçün kapatdı. Örtbasdır etdi. Birincisi evladım. Evladıma görə mən artıq... Bu hədə qorxu zəngi idimi? Nə idi bu zəng? Nə hədə qorxu? Siz nə danışırsınız? Heç bir. Saiddə Dadaşova elə bir şəxsdir ki, mən müğənnini qoyulur. Mən elə bir şəxsiyyətəm ki, mən elə bir insanın, elə bir nəhəng bir kişinin qızıyam ki. Allah rəhmət eləsin. Mən heç vaxt, heç bir şey məni fikrimdən döndərə bilməz. Bəs nə zəng? Amma baxır nəyə? Mən ona söz verdim. Həm evladıma, həm ona. Evladım indi müəyyən şeyləri mənə deyə bilmir deyə mən çünki məktəbdə çox mənim uşağım artıq psixoloji bir duruma düşmüşdü. Ona deyirdilər ki, demirlər sən maman niyə belə deyirsə, onlar nə istəyir mamandan? Başa düşdünüz, mənim artıq uşağım deyir, mama ağlayırsan, səhhətin pisləşir. Mən artıq istəmirəm, nə öz səhhətimə zərər yetirmək istəyirəm. Çünki mən o yaşda deyiləm, mənim vaxtım yoxdur boş-boş insanlara. Məktəbdə uşaqlar... İstər-istəməz deyirlər də, deyir, maman həmişə efirdə ağlayır, mamana nə istəyir? Qıcıqlandırırlar. Qıcıqlandırırlar, əlbəttə ki. Və mən söz verdim bir evladıma, bir zəng oldu gecə, bir zəng. Bu gecə? Yəni mən bura gəldiyim gün, sabah, dünəni, axşamı. Mən sadəcə deyirəm ki, hər bir şeyi geçsinlər, qoysunlar o insanı, fırlatsınlar. Mən istəmirəm ki, o insan ona görə ailəsi ilə artıq biabır olsun, artıq sözlər eşitsin. Mən öz Brilliant xanıma hörmətlə yanaşıram. Çünki mənim artıq Brilliant xanım artıq bezib, bilmir öz işləri ilə məşğul olsun. Bilmir bunlarla məşğul olsun. Və Brilliant xanım, mən bilən hər zaman sizə dəstək olur. Çox məyus olub o insan. Hər zaman sizə dəstək olur. Mən buradan Cəmilimi salamlamaq istəyirəm. Mənim İradə xalamın oğludur. Cəmil Dadaşov. Birisi Embrazers'da o vaxt oxuyurdu. Mənlə danışdı, bir xeylam danışdıq. Və mən dedim ki, o zəng edir sizə. Yaxşı mənada deyirəm, qurban olun Cəmilə. Burada çox şeylər açıla bilərdi. Və o sözü mən heç vaxt xət çəkməzdim. Yəni, o söz ki, deyildi ki, o ifadə, nalayiq ifadə söylənindi. Mən sadəcə demək istəyirəm ki, hərə söz qabına baxsa yaxşıdır. O barədə. Mən üstü örtülü deyirəm bunu. Yəni, siz əslində özünüzü biabır elədiniz. Başa düşdünüz? Layla xanım, siz özünüzü biabır elədiniz. O sözü işlətdiniz ki, küçələrdən yığılmırdı. Xahiş edirəm ki, bu nəsildə o qədər şəxsiyyətlər var, o qədər xalq asirləri var, o qədər insanlar var, qardaşım var, atam var. Siz özünüzü biabır, danışdıqca da batırsınız. Xahiş edirəm, danışmayın. Çünki bir kommentləri oxuyun, bir özünüzə, yaşınıza, başınıza hörmət eləyin. Mən sizə baş qoşmaram, çünki yenə də keçirəm yaşınıza, başınıza, yenə də mən böyülüyümü eləyim, qoy. Mən yenə də Cəmil, sənə söz verdiyim kimi, bugün bu söhbətə son qoyuram. Bax, Cəmil, sənin xətrin üçün, evladımın xətrəsi üçün, Cəmil Dadaşov, deyirdilər ki, mən nəsildə heç kimlə danışmıram da, düzdürmü? Yalan söhbətim, mən özümə sevdiyim insanlarla münasibət qururam. Mənim Saiddə Dadaşova xalam var, onunla bütün dərdimi bölüşürəm. Mənim Cəmil Dadaşov qardaşım var, xalam oğlu var. Biz hər yerdə görüşürük də, hər yerdə, bir yerdə səhnə də alırıq, danışırıq da, mesaj da ötürük bir-birimizə. Həmişə də bibilərim, mənim bir dənə ana tərəfdən var, nəsil mənim bibim, Əzizə bibim, mənim əmlərim Rövşən əmim, Elşən əmim. Niyə ki,
Mən onlarla hər kəslə də çox gözələm. Mən hayasız insanlarla, böhtançı, şərçi, belə qədir bilməz insanlar, belə nalayiq sözlər işlədən insanlarla mən necə münasibət qura bilərəm? Ki, onlar o sözlə o bütün nəslini biabır elədi. O sözlə. Mən elə bir evlad olmuşam ki, necə deməli, elə çıxır ki, mənim atam mənimlə məşğul olmayıb ki, mən haradasa olmuşam. Siz nə danışırsınız? Mənim atam, mən işlədiyim zaman saata baxardı ki, neçə dənə proqramım var, saat 11-də evdəsən. Mən belə evlad olmuşam, başa düşdünüz? Yəni, xahiş edirəm, burada da bağlayıram. Mən istəmirəm ki, belələrinə görə, Lalə xanıma görə Cəmil başı aşağı gəlsin. Onun ailəsi, onun uşaqları və yəni başı aşağı gəlsin. Mən sənə söz verdim, Cəmil. Lalə xanım, gedin Cəmili otuzdurun və başına pərvanə kimi fırram. Bir sualım olacaq, mövzunu açmışkən. Yaxşı ki, o var idi ki, o mənə gecə zən vurdu. Çox nigaran idi. Çox, o gördü ki, mən bugün çox şeylər deyə bilərdim. Mən yumacaqdım gözümü, açacaqdım ağzımı. Özdə faktla, subutla.